çıxdı eləyirdi, yəni ki, sınırdı əməli var. Hamını 8 dənə nokaut özdə, elə belə nokaut yox, hamını yatızdırdı. Utsam kəmərim də olacaq, pulum da olacaq, qabağa da gedəcəm. Çox əziyyətlərdən keçmişəm, sözün düzü. 14 yaşımdan başladılar xəstəliklərim. Çox mənim mədə xəstəliyim olub illərlə. 4 sənə barmağım sınmışdı. Altı dənə güləşi mən yeriyə bilməyə ən güclü uşaqları utdum. O da maraqlı bir şey idi. Fədəs döyüş elə bir şeydir ki, sən ürəyini çağırmalıdır. Sən döyüşçü dörsənsə, sən çıxarsan, şikəst olatsan, onun marağı nədir ki? Salam dəyərli Oxaz izləyiciləri. 11 döyüş, 11 qələbə və artıq One Championship kəməri. Bugünkü qonağımız Azərbaycan MMA tarixində iz qoymuş şəxslərdən biri Elbəy Alışovdur. Elbəy, xoş gəlmisən. Salam. Təşəkkür edirəm ki, dəvətimizi qəbul etdin, bizimlə bu verilişdə iştirak edirsən. Gəl elə birinci ondan başlayaq ki, çempion olmaq necə bir hissdir? Salam, çox təşəkkür edirəm. Çox sağ olun. Çox minnətdaram. Mənim üçün çox xoşdur. Çempion olmaq çox gözəl bir hissdir. Çünki adam bu yolda çox güclü əziyyət çəkir. Çox bir çətin yoldur. Ancaq axırda işıq görmək, o qara tuneldən keçəndə axırda işıq görmək çox gözəl hiss. Sən ümumiyyətlə idman karyerana necə başlamısan, neçə yaşında başlamısan? İstəyirəm biraz ondan danışaq. İdman karyeramın başda atam mənə məşqlərə judo apardı. İlk judo ilə başlamısan. Hə, 6 yaşım var idi. Sözün düzü mən biraz aktivli uşaq idim, amma biraz qorxaq uşaq idim. O da qorxaq tam belə qorxaq yox idi. Yəni ki, bəndə də biraz qorxu var idi. 2-3 il mən qorxu yuxular gəlirdi uşaq vaxtı. Mən istəyirdi sağalmaq eləmək, dua oxuyurlar həmişə. Həm də o idmanda da belə qorxudan bəzi şeylər olurdu məndə. Hə, belə qorxaq uşaq idim. O da amma belə yavaş-yavaş məşq elə başdan yarışlarda başdan olmaq, o qorxu getdi, başladım ancaq qabağa getmək irəli. 6 yaşımdan judo ilə sambo ilə məşğul olam. 400 dənə çoxdan yarış var mən. Düz 6 yaşından 18 yaşa açan demək olar ki, hər 6 bazar mən yarışdaydım. Judo da özünüz bilirsiniz. Bir yarışda 7 dənə, 8 dənə güləş olur. Bəli. Onlar ki, çəkidə 100 dənə adam olur. Ona görə mən konkurensiyaya öyrəşmiş insanam. Yəni bugünkü sənin döyüşlərində, bugünkü keçirdiyin yarışlarda judo ilə məşğul olmağa sənə kömək olur. Əlbəttə ki, belə baxanda ən yaxşı döyüşçülərdən 2 dənə döyüşçü Fodreblenko ilə Xabib judoist olurlar. Əlbəttə ki, judo çox gözəl bir sportdur, sambo da çox gözəl bir sportdur. 14 yaşımdan da başladım qaydasız döyüşlərlə məşğul olmağa. Məşğul olmağa yox, birinci 6 dənə döyüş mən özüm elədim, məşğul olmamışam heç vaxt. Elə görürdüm ki, yarış var, gedirdim, savaşırdım, heç mənim olmayıb, elə bir özüm güləşlə yıxırdım, udurdum. Məşq eləmədən yarışa getdim. Məşq eləmədən 6 dənə döyüş mən elədim özüm. 8-ci döyüşdən də mən getdim dünya çempionatına. Cəmaət 150-200 dənə döyüş elədilər. Mən də 8 dənə döyüşə dünya çempionu oldum. Heç kim inanmırdı belə şey olar. Bəs məsələn biz bilirik ki, sən karyeranda 11 döyüş keçirmisən və hələ ki məğlubiyyət almamısan, bütün döyüşlərini qalib başa vurmusan, tək ki bu davamlı olsun, budur sən arzulayırıq. Yəni bu döyüşlərə çıxanda həmin o bayaq dediyimiz qorxu məsələsi, qorxudan daha çox bu həyəcan məsələsi səndə olurmu yenə? Yəni elə bir hisslər yaşayırsan? Hə, əlbəttə ki olur, əlbəttə ki olur. Get-gedə o ptiğayığa, o biraz aşağı düşür, amma o aşağı düşməli deyil. Mən özümlə güləş aparıram ki, o hissiyatı həmişə hiss eləyim. Çünki nə qədər sən qorxursan, nə qədər sən diqqətli və hazır rəqibə yaxınlaşırsansa, o sənin üçün yaxşıdır. Çünki havalananda, qorxu hiss eləyəndə sən bədənin, sən ağlın, sən ürəyin hazırlayırsa müharibəyə. Demək olar ki, döyüş günü DNX-dir. Ola bilər ki, rəqibi məndən güclüdür. Amma vacibdir ki, döyüş günü mən ondan güclü olum. Yəni ki, mən məşqdə 1000 dəfə döyə bilər. Lazımdır mən yarış üçün ondan yaxşı olum, düzdür? Bəli. Ona görə 5 aydır mən yuxuma həmişə rəqib gəlir, ancaq rəqibdən fikirləşirəm, disiplin tuturam. Ekzamen kimi sən 100 dənə sualı hazırlaşanda ekzamində bilirsən ki, 100-ə 100 sən dəyəzsən. Çünki sən hazırsan. Ona görə mən hazırlaşdırıram, yarış günü mən deyirəm ki, hə, doğrudan mən 100% nə var elədim uje o qismətdə Allahdan. Ona görə belə yarışa yaxınlaşmalısan qorxu ilə, amma o qorxu düz olmalıdır. Çünki sən rəqibi səndən güclü olub görməlisən.
Çünki bu səndən qorxu yaransın, sən hazır olasan. Mən belə yaxınlaşıram yarışlara. Yəni mən belə başa düşdüm ki, həmin o qorxu hissi, həmin o həyəcan hissi sənə daha da avantajlı olursan döyüşdə. Oynanda mən çalışıram həmişə olsun. Çünki insanlar nətər böyüyüb, müharibələrdə insanlar nətər qabağa gedib, instinktlərlə. Lazım idi yemək gedirdilər, kimisə öldürürlər, yemək gətirirdilər. Sonra çıxanda sən bilmirdin sənə nə ola bilər. İnsanlar belə böyüyüb, ağıl belə gəlib. Amma biz indi komfortla yaşayırıq. Bəzi insanlar yarışa hazırlaşırlar, görə ki, biraz havalanır, biraz qorxur, başlayır başqa şeylərlə məşğul olmağa, heç bir döyüşü fikirləşməlisən. Amma məndə yox. Mən bütün günü beynimdə mən rəqiblə yaşayıram. Həyat çətindir belə yaşamaq, amma başqa cür alınmır. Zato o döyüş günü mənə kömək edir. Yəni bu sənin döyüşçü ruhu, bu mənim taktikamdır. Bəli. Çox maraqlı yanaşmadır. Maraqlı, çox maraqlı yanaşmadır. O da optla gəldi qaba. Optla gəldi. Yəni təcrübə sayəsində. Hə. Elbəy, bəs bu çempionluq yarışına çıxdın, indi bilirik ki, çempionu məğlub elədin və kəmərə sahib çıxdın. Həmin döyüşdən əvvəl məsələn çempion olacağını fikirləşirdinmi? Yəni hansı hissləri yaşayırdın döyüşdən qabaq? Bu döyüş qabaq. Bəli, bu döyüşdən. Bu döyüş qabaq əlbəttə ki, beynimə bilirsən nə gəlirdi. Birdən kəməri götürdüm, burada həyat dəyişə bilər. Burada bəzi şeylər var. Buradan ara gedəcəm döyüşdən sonra. Belə şeylər gəlir, amma sırası beynimdən onu pozuram. Yəni fikirləşmə. Çünki döyüş günü sən həyatında axırıncı gün olmalıdır. Sən sabahsı günü fikirləşməlidirsən. Sən döyüşə hazırlaşırsansa, fikirləşirsən ki, sən sabahsı günü var, pis hazırlaşırsan döyüşə. Sən döyüşə axırıncı günə kimi hazırlaşmalısan. Dень X-dir, vəsə. Axırıncı kalendarda axırıncı günündür. Ya o ya sən. Və belə onda sən yaxşı savaşasan. Bəs 11 döyüşdə 11 qələbə qazanmısan, biraz əvvəl də qeyd elədik. Məhz həmin döyüşlərdə arasında sənin fikrincə, yəni sənin yaşadığın ən böyük çətinlik hansı döyüşdə olub? Yəni hansı rəqibinə qarşı daha çox çətinlik yaşamısan? Rasim Adilovla çətin döyüş olub. O döyüşdə 3 dəfə yuxuya gəlirdim. Uca çatırdım, gözlərimi yumurdu. Boğurdu, vururdu. Hardasa 40-50 dənə zərbə vurdu. Dirsəklə boğurdu. O da yuxuma gəlmişdi bir ay qabaq ki, belə situasiya olacaq. Belə bir şey olub, maraqlı. Artyom Yemilyanovla treугольник olmuşdu. Treугольники boğurdu, mən uca yatırdım, gözümə yaş düşürdü. Ayağımı sındırırlar Artyom Yemilyanov. Qara kəmərli bir jujucu da ayağım xırt elirdi, yəni ki, sınırdı əməli başda. Hələ də o indi keçib, amma yəni ki, o zərbələr illərlə tutmuşdu. Belə çətin döyüşlər olub. Demərəm ki, Mongolla Hasan döyüşürdü. Karlo Buminang bundan qabaq 8 dənə nokautu var Van FC-də, ikisini boğub, bir dənə mənə Mongol oldu. Çox güclü uşaqdır, çox. Hamını 8 dənə nokaut özdə, elə belə nokaut yox, hamını yatızdırdı. Yəni ki, ikisini də boğdu. Mongola da axırıncı saniyədə Mongol onu boğdu. Yəni ki, yaxın döyüş idi. Karlo Buminang Filipindən oynadı çox. Ondan mən hiss elədim ki, bu uşaq şeydir. Döyüşçüdür. Döyüşçü, əsl döyüşçüdür. Çünki o 2-3 ay keçirdi, hələ də yuxuma gəlirdi fraqmentlər döyüşdən, deyirdim, o yaxın. Belə baxın. Yəni ki, vaxt keçir döyüşdən sonra, amma 2 ay keçir, hansısa şığı yada düşürsən, şıq nətər gəldisə. Çünki orada ağ olaraq hər şey, şıq olur, davleniya olur. Sən də girirsən Fox-da, taneldəsən elə bu. Hansısa fraqmentlər gəlir, özün-özündə havalanırsan ki, vaxtda həyata bax, nə keçmisən. Belə bir şeylər. Yəni bəs bu döyüşlərin arasında hansı oldu? Məsələn, yarışdan, yəni ringdən çıxandan sonra demisən ki, bu dəfə uduza bilərdim. Öz-özündə fikirləşmisən ki, bu dəfə uduzmağa yaxın idim. Artyom Yemilyanov, bir də Rasim Adilov. Bəlkə görüş. Hardkorda, hə. Çox yaxın idim. İki də döyüşdə az qala yatdım. Allahdan danışırdım. Sözdə sönürdüm. Allah söndüm. Axıra açsam. Yəni ki, doğrudan axıra açsam. Və belə döyüşlər olub. O da psixoloji təsir edir insana. Ondan sonra özünə çətindir gəlmək. Bu məğlubiyyətsiz rekord səndə hansısa bir təzyiq yaradırmı? Yəni sən döyüşə çıxmazsan və fikirləşirsən ki, rekordumu davam elətdirim. Yəni bu xüsusi bir təzyiq yaradırmı səndə? Əvvəl fikirləşirdim, amma indi optiqaya başa düşürəm ki, bu kəmər rekordum heç bir döyüşə nətər deyim. Yəni ki, döyüşə nətərsə döyüşdür. Bəli. Bir var rəqib, bir mən. Yəni rekordum, kəmərim, pulum vacib deyil. Vacibdir mən, bir də rəqib kim udacaq. Udsam kəmərim də olacaq, pulum da olacaq, qabağa da gedəcəm. Udsam aşağı düşəcəm. Ona görə sıfır fikirləşmirəm. Sıfır niyə fikirləşəcəm? Qismətdirsə uzacam.
Onu hər insan başa düşür. Sən uda da bilərsən, uda da bilərsən. Kənardan indi insanlara çempionun həyatı asan görünür. Yəni necə deyim, daha rahat bir həyatmış kimi görünür, maraqlı bir həyatmış kimi. Bəs sən bu yerə gəlib çatana qədər hansı əziyyətlərdən keçmisən? Çox əziyyətlərdən keçmişəm, sözün düzü. 14 yaşımdan başladılar xəstəliklərim. Çox mənim mədə xəstəliyim olub illərlə. Mənim boğaz xəstəliyim çox olub illərlə. Yəni ki, sözün düzü, Allah haqqı. 14 yaşımdan yaddaşıma düşmür ki, mən gələndə yarışa tualetə qaçmayım, belə demsə. Axırıncı vaxtlar məndə o keçib 2-3 il. Yəni ki, 10 il belə mən bu hissiyatla gedirdim qabağa. Olmuşdu 3 dənə barmağım sınmışdı. 3 dənə barmaq maska çempirat olmuşdum. 6 dənə güləşimlə yeriyə bilməyə ən güclü uşaqları utdum. O da maraqlı bir şey idi. Həm də məndə bir dənə olmuşdu, bir dəfə tonzillit olmuşdu, boğazlarım bu boyda şişmişdi, dilimi aça bilmirdim, dilim bu boydaydı. Onu da mən dünya çempionu olmuşdum samboda, birinci yer tutmuşdum. Yarışa çıxmışdın həmin özü. Hə. Yəni ki, belə bir şeylər olur, o da maraqlı nədir? O da deyirəm ki, yəni ki, o sən zəif olanda sən bədənin xəssiyyətinə təslim olmursansa, daha qabağa ata bilər. Çünki səndə başqa bir şeylər başlayır işləmək. Sən elə bir bədənin sir qorumaq ki, elə bir sən ölümə yaxınsan da, başlayırsa o başqa cür instinktlər eləmək. O da maraqlı bir şeydir. Onu da hiss eləmək lazımdır. Çünki bir dənə UFC döyüşçüsü var idi, Oleg Taktarov. O da hardkorda məni çox təriflədi. Mən hardkordan sonra, dünya çempionatından sonra 2 il savaşmamışam. Hardkordan sonra, hardkorda Rusiya media liqadır. Orada 4 dənə döyüş eləmişəm. Oradan sonra 3 il yarım savaşmamışam. Mən opşi 5 il yarım savaşmamışam. Dünya çempionu birinci nömrə oldum, 2 il savaşmadım. Hardkorda böyük rəqibə Rusiyanın güclü kəmərini götürdüm, 3 il yarım savaşmadım. Çünki psixoloji problemlər var idi. Belə çətin yol idi. Oleg Taktarov da deyirdi ki, ən güclü döyüşçüləri o orta çəki ilə. Deyir, ağır çəkilərdən çıxanda ən yaxşı döyüş göstərirdi. Çünki o qorxurdu onlardan, onlardan ağır idi. O bütün bədən işləyirdi, başa bütün ağlı işləyirdi. Belə bir şeylər var, maraqlı bir şeylər. Hə. Bəs sənin yarışlarda ən çox motivasiya edən şey nədir? Yəni kəmər, pul, qələbə hissi yoxsa tarix yazmaq? Səni nə motivasiya edir? İndi mən istəyirəm, bu kəməri götürən kimi hiss elədim, nəsə bu mən xoşuma gəldi. İstəyirəm çox olsun, istəyirəm belə tarix yazım. Amma belə mənə gəlir ki, özünə təslim olmamaq ən maraqlıdır mənim üçün. Təslim olmamaq. Çünki uduzsan, amma o axıracan getsin, o maraqlıdır, o qalır tarixdə, qalır yaddaşda insanın. Ki bu insan hazırdır təslim olmaq. Ona çalışıram. Məncə bu bütün izləyicilərimizi maraqlandıran bir sualdır ki, bu barədə çox şərhlər görmüşdüm mən. Sənin real hədəflərin arasında UFC-də iştirak etmək varmı? Əlbəttə ki var. Çünki UFC-də nömrə 1 UFC-dir. Əlbəttə ki var. Bugünkü gün UFC-nin çempionuyam, kəməri qoruyuram. Yəni ki, mən hələ döyüşlərim var kontraktda. Bu döyüşləri udmalıyam. Ondan sonra istəyirəm qabağa getmək. Yəni deyək ki, məsələn, sabah sənə bir təklif gəldi UFC-də döyüşmək barədə. Yəni sən ora keçərdin, yoxsa bu UFC-də kəməri qoruyardın? UFC-də kontraktım var axı hələ. Kontraktım var, ona görə qoruyardım kəmərimi. Amma o kontrakt olmasaydı fikirləşərdim. Çünki UFC də mənə çox bir şey verədi. UFC mənə 2 döyüşə kəmər döyüşü verdi. Həyatımın bir demək o dəyişdi. Ona görə onlara hörmətlə görə də kəməri qorumaq lazımdır məncə. Bəs yaxşı, özünü UFC-də hansı səviyyədə görürsən? Ən yuxarıda. Maraqlı cavab idi. Elbəttə, yəqin ki, sənin qazandığın bu böyük uğurdan sonra Azərbaycanda bir sıra gənclər, idmana həvəs olan gənclər də bu MMA-yə həvəs göstərəcəklər. Sən burdan onlara nə məsləhət görərdin? Məsləhət görərdim, ağılla hər şeyə yaxınlaşmaq, müəllimlərə qulaq asmaq, məşqdə çalışmaq, hamını olmaq, qabağa getmək, irəli, xəssiyyətlə yaxınlaşmaq hər şeyə. Həm də pis şeylərdən uzaq olsunlar. Yəni ki, pis qruqdan. Belə hər insan insandır da. Demək ki, hansısa kimdənsə güclüdür, belə şey. Kim çox işləyir, onda alınır. Həm də görürsüz, hiss eləməli sürəyi çağırır ora, yoxsa çağırmır. Qadas döyüş elə bir şeydir ki, sən ürəyini çağırmalıdır. Sən döyüşçü dörsənsə, sən çıxarsan, şikəst olassan, onun marağı nədir ki? Sən özün başa düşməlisən ki, səndə hər şey alınır.
Bəs indi sənin fikrincə Azərbaycandan daha çox dünya çempionatı çıxmaq üçün nəyə ehtiyac var? Daha ki Daha çox gənclər çempion, hə. Yəni daha çox çempionumuzun olması üçün nəyə ehtiyacımız var bizim? zbor. Zamanlar zbor eləmədilər. Bir yerdə klublar bir yerdə məşq eləmədilər. Bir-birin nətər deyim, opit də Rusiyada deyirlər opit. Yəni ki, bunlar təcrübə qazanmalıdırlar. Bu bunu öyrənməlidir, bu bunu öyrənməlidir. Görürəm ki, bəzi saatlı şəhərə, mən mamam, papam ordandır. Hə. Bir gün getdim uşaqlarla görüşdüm. Uşaqlar məşq ellər, bir uşaq var, onu gəlir. Amma artırmır. Qorxulur, nə pisdir, yəni ki, adam xətrinə dəyir. Sirşat artırsın. Artırmaq üçün də o yarışa getməlidir. Yarışa aparmalıdırlar, zbora getməlidir. O müəllim durmalıdır. Belə bir şeylər lazımdır. Azərbaycanda müəllimlər azdır. Bəzi insanlar var, kimin tanışları var, onları aparırlar, amma belə çoxsun yox. Yəni bu MMA idman növündə belində daha çox Azərbaycanda biraz komandalar sanki azdır, biraz bu idmanla bağlı məşqçilərin sayı sanki biraz azdır. Yəni sənin gələcək hədəflərin içində inşallah karyeranı başa vurduqdan sonra, çempionluqlar qazandıqdan sonra, müəyyən yaşdan sonra sənin elə bir niyyətin, fikrin ola bilərmi ki, MMA sahəsində sən də məşqçi kimi gəncləri yetişdirəsən yarışlara? Sözün düzü inşallah hər şey alınsa klub açmaq olar, hə, amma müəllim kimi çətin bir işdir. Sən o doğulmalısan, o hissiyyatın, sənin marağın ona olmalıdır. Mən işləmişəm müəllim 3 il. Hər bir işdə işləmişəm. O çətin bir işdir. Sən insana gələ çox yorur insanı. Mənim üçün mənə maraqlı gəlmə özüm məşq eləmək. Qorumaq da hər şey hazıram. Amma belə özüm müəllimlik yox. Sözün düzü. Yəni öz həvəsin yoxdur. Öz həvəsim yoxdur. Dedim müəllimlik eləmisən, amma yəni sanki biraz necə deyim, elə başa düşdüm ki, yəni bu biraz Mənim üçün deyil. Amma qardaşım, mən doğma böyük qardaşım, o da professional keçmiş döyüşçüdür. Onun marağı da var. Yəni səncə burada məşqçilik eləmək daha çətindir, yoxsa çıxıb döyüşmək daha çətindir? İnsana asılıdır. Mənim üçün müəllimlik vermək. İndi çempion oldun, bəs bundan sonra qarşındakı əsas hədəfin nədir? Kəməri qorumaq. Çünki mən heç vaxt çox qabağa baxmıram. Sabahsı günə baxıram. Sabahsı gün kəməri qorumaqdır. Özümü qorumaq, kəməri qorumaq, getmək zbora, yaxşı hazırlaşmaq, çıxmaq, daha yaxşı göstərmək özümü. Məndə əsas məqsəd odur ki, döyüşdən döyüşə artırım. Baxım ki, bu keçmiş döyüşdən mən yaxşıyam. O əsas məqsədimdir. Yəni özün əvvəlki keçmiş döyüşlərini analiz edirsən, oturub izləyib dəfələr burada nəyi səhv elədim, nəyi düz elədim, bunlara baxırsanmı? 100 dəfə, 1000 dəfə və belə. Çox. Bəlkə də elə bunun sayəsindədir ki, sən bu qədər uğurlu bir idmançısan. Hə, o mənim marağım var. Yəni ki, yorulmuram deyə baxmağa. Hansısa yarışıb doğrudan 100 dəfə, 1000 dəfə baxa bilərəm. Qoşuram, baxıram. Bəs eyni zamanda rəqibi də belə analiz edirsən, ya rəqibin döyüşlərini izləyirsən? Hə, əlbəttə ki. Çünki hər şeyə hazır olmalısan. Başa düşməlisən. Beynində başa düşməlisən, onu ağaracaq. Beynin siqnal işləməlidir. Çünki o yaxşı təpi atırsa, sən o təpi qabaq bilməlisən ki, təpi gələcək. Təpi gözləmirsənsə, o təpi vuracaq. Axırı pis olacaq. İdmanda da məşhur söz var ki, ən ağır zərbə gözlənilmədən gələn zərbədir. 100%. Sən görməyən. Amma ağılda görsənsə, siqnal hazır, bədən hazır olur. Bəlkə də onda da elə zərbənin təsiri də insana biraz az təsir göstərir, daha az, yəni zəif zərbə hesab olunur verənin zərbələr. Sən hazırsan. Bəs Elbəy, sənin fikrincə UFC ilə ONE FC-dəki əsas fərqlər nələrdir? Əsas fərqlər, UFC çox böyük PR maşınıdır. Çox böyük döyüşçüləri var hər çəkidə. Amma ONE FC-də çox striking güclüdür. Yəni ki, nömrə 1 striking ONE FC-dir. Muay Thai, kickboxing. UFC qaydası üçün döyüşçü, UFC nömrə 1. Ona hamı bilir ki, UFC nömrə 1. UFC hər çəkidə 50 dənə adam var. Ən güclü dünyanın ən güclü idmançıları. Ona görə UFC. Fərqləndirdiyin hansısa bir döyüşçü var sənin UFC-də? Onu izlədiyin yəni. İndi bəli, hazırda. Yəni elə deyək məhz Azərbaycanlı idmançıların içində indi maşallah Azərbaycan idmançılardan mənim maraqlı Əsəf Çopurov. Həqiqətən maraqlıdır. Bir də çox adam var, amma belə deyim, bir dənə ad desəm Əsəf Çopurov mənim maraqlıdır. Çünki o insana mən dəymişəm, o insandan çox şey öyrənmişəm. O həqiqətən birlikdə məşq eləmişik. Sevən insandır. Bayaq dediyimiz kimi inşallah bir gün gələcək, Elbəy də karyerasını başa vuracaq. Karyeranı bitirəndən sonra insanların sənin haqqında nə düşündüyünü, nə deməyini istəyərdin? İstəyərdim ki, yaddaşda salsınlar ki, belə Elbəy Alışov olub,
həmişə qabağa gedib döyüşdə si budmaq, insan kimi yaxşı olub. Əsas insan kimi mən yaxşı yaddaşda tutsunlar ki, insan kimi çalışırdım yaxşı insan olmaq. Son olaraq istəyirəm səndən buradan bir yenə də gənclərimizə, döyüşçülərimizə, hal-hazırda idmanla məşğul olan şəxslərə və ümumiyyətlə bütün gənclərimizə bir məsləhət eləyəsən. Çünki kifayət qədər uğurlu bir karyeran var, kifayət qədər öndə olan insansan, tək həmişə belə olasan Elbəy. Yəni istərdim ki, belə necə deyərlər, yəni gənclərimiz məhz sənin kimi şəxsləri özlərinə kumir seçsinlər, səndən örnək alsınlar. Sən də onlara bir məsləhət eləyərdin burada izləyicilərə, kameramıza. Bizim vasitəsilə. Çox sağ ol qardaş, çox sağ ol. Məsləhət odur ki, ağır işləmək, fokusun olmalıdır. Ancaq yarışı, idmanın məşqi fikirləşməlisən. Bu gün mən gedirəm məşqə, bu gün mən ay Allah, mən qismət elə mən bu gün biraz güclü olum, biraz ağıllı olum, biraz sürətli olum, biraz kardiom yaxşı olsun. Həmişə sən onun özündə yaratmalısan ki, tezdən durdun, yuxudan durdun, mən bu gün güclü olmalıyam. Hamıdan güclü mən olmalıyam. Belə yaşamaq lazımdır. Siz nəsə istəyirsiniz, rezultat istəyirsinizsə. Həm də heç kimdən çəkinməmək. Ən güclü, görsən o səndən güclüdür, get oynanış işlə. Görsən o yumruq təpidə səndən güclüdür, get yumruq təpidə işlə. Amma özü qorumaq lazımdır. Ağılla yaxınlaşmaq lazımdır. Kapın yoxdursa, dişsiz gedirsən sparingə, sən dişləri sındıracaqlar. Pulun yoxdur. Sən pula görə savaşsan, sənin çörək pulundur. Çörək pulu qazanmayasan, döyüşə çıxmayasan, travmalansan. Özünüzü qoruyun. Yarışlara çıxın. Nətər deyim? Çox adam var, çox əziyyət çəkir, məşq eləyir, amma yarışa yorğun çıxır. Yarış qabaq məşqləri biraz azaldın. Çünki sən yaxşı özü hiss eləməlisən. Əsas yarış günüdür, məşq deyil. Çox adam məşqdə ölür, yarışda birinci raundda yorulur. Ona görə yarışa yaxşı yaxınlaşmalısınız. Bir də Elbəy, elə hər bir insan bəlkə də həyatında elə bir an olur ki, artıq yəni bezir, yorulur deyək, təslim olmaq istəyir, artıq yəni əl çəkmək istəyir hər şeydən, yaxud idmandan deyək uzaqlaşmaq istəyir ki, karyerası məhz belə məhv olan ümumiyyətlə dünyada minlərlə, bəlkə 100 minlərlə idmançı var. Sən nə deyərdin bu barədə? Yəni bu barədə sənin fikrin necədir? Bu barədə deyərdim ki, hər belə çətinlik keçən insan baxmalıdır başqa insanlara. Çünki Allah Taala bizə verib çox insan, özümüz gözlərimizlə görə bilirik nə qədər insan nə qədər keçir. Mən böyük qardaşım autizm, DCP, çətin bədən uşaqlarla işləyir, 50 dənə xəstə uşağı var. Yəni ki, onların həyatına baxanda deyirsən, məşq nədir ki, yəni ki, yarış nədir ki, döyüş nədir ki, 15 dəqiqə. Bunlar bütün həyatı belə yaşayırlar, təslim olmurlar. Biz o vəziyyətdə deyirik ki, təslim olmaz. Biz şükürlər eləməliyik, nə yaxşı yaşayırıq. Ona görə demək istəyirəm, şükürlər. Mən belə xəstə insanlara mənim sözüm dəyməz. Mən kiməm ki, onlara deyim ki, siz şükür eləməlisiniz. Mən o vəziyyətdə deyirəm, mən o qədər güclü deyirəm. Amma məsləhətim olsaydı deyərdim ki, çalışın belə olan. Amma kim yaxşıdır, kim xəstədir, onlar vəbşi. İstəyirəm ki, onlar hər gününü sevsin, yaxşı həvəsdə olsun, onu deyərəm. Dəyərli fikirlər üçün təşəkkür edirəm Elbəy. Sənə bizim Oğaz saytı adından bir hədiyyəmiz var. Zəhmət olmasa bunu bizdən qəbul edərdin. Çox sağ olun. Səni bir daha təbrik edirik, qürur duyuruq, fəxr edirik. Çox xoş oldu səninlə birlikdə, sənin fikirlərini öyrənmək, idmana yanaşmanı öyrənmək. Ümid edirik ki, sənin bu cür yanaşman, bu cür idmana həvəsin və dediklərin hər biri bizim gənc idmançılarımız üçün böyük örnək olar. Onlar da karyeralarında ən az sənin qədər çempionluqlar yaşayarlar. Təşəkkür edirəm bizimlə bir daha bu müsahibədə iştirak etdiyin üçün. Çox sağ ol.